Qoç bürcü. Sakitlik və tarazlıq çox şeyin öhdəsindən gəlməyə kömək edəcək. Əhəmiyyətli nailiyyətlər gözləməməlisiniz, lakin gündəlik işlər sizə çətin görünməyəcək. Bir çox qoçlar uzun müddətdir təxirə saldıqları işi başa çatdıra biləcəklər. Təcrübəli həmkarların və etibarlı müttəfiqlərin məsləhətlərinə qulaq asmaq yaxşı olardı. Yeni işgüzar tərəfdaşlarla münasibətlər uğurlu olacaq. Günün sonunda ailə problemləri özünü büruzə verəcək. Narahat və əsəbi ola bilərsiniz, ancaq özünüzü çox tez bir yerə çəkə biləcəksiniz. Əgər soyuqqanlılığınızı qoruya bilsəniz, münaqişələrdən qaça biləcəksiniz. Buğa bürcü. Səhər özünüzü ilhamlanmış və emosional olaraq yüksəlmiş hiss edəcəksiniz. Çətin və məsuliyyətli vəzifələri öz üzərinə götürməyə başlamağın vaxtıdır. Hər şeyin öhdəsindən uğurla gələcək, özünüzü ən yaxşı tərəfdən göstərəcək və həmkarlarınızın və rəhbərliyin gözündə nüfuzunuzu gücləndirəcəksiniz. Bir çox buğalar şəxsi cazibəsi və natiqlikləri sayəsində sərfəli sövdələşmələr aparacaqlar. Günün ortasında xırda problemlərlə üzləşməli olacaqsınız, lakin onların sizi yoldan çıxarması çətin olacaq. Hər mübahisədə üstünlüyü əldə etməyə çalışmaq lazım deyil, bəzən kiçik güzəştlərə getmək daha ağıllıdır. Əkizlər bürcü. Çox şeyə nail olacaqsınız, amma tələsməyə ehtiyac yoxdur. Həddindən artıq optimizm sizi ruhdan sala bilər, ona görə də imkanlarınızı çox qiymətləndirməyin. Bəzi əkizlər başqaları ilə danışıqlar aparmaqda həmişəkindən daha çətin olacaq, lakin bu ciddi problemlərə gətirib çıxarmayacaq. Bütün ideyalarınız reallaşmayacaq və buna hazır olmalısınız. Hər şey istədiyin kimi olmasa da təslim olmamalı və yarı yolda təslim olmalısan. Çox cəhd edənlər hər hansı sürprizin öhdəsindən gələ bilməyəcək, həm də gələcək uğurlarının əsasını qoyacaqlar. Xərçəng bürcü. Müsbət münasibət bu günü asan və uğurlu edəcək. Sakitliyiniz istənilən gözlənilməz hadisələrin öhdəsindən gəlməyə imkan verəcək. Bir şey səhv getsə belə, problemi necə həll edəcəyinizi tez anlayacaqsınız. Bəzi xərçənglər yaxınlarına kömək etmək üçün öz işlərinə ara verməli olacaqlar, lakin bu çox da ağır olmayacaq. Həm işgüzar, həm də şəxsi qısa səfərlər üçün əlverişli vaxtdır. Tələsik qərarlar qəbul etməyə ehtiyac yoxdur. Siz həmişə vəziyyəti ağılla qiymətləndirə və lazımi tədbirləri planlaşdıra bilməyəcəksiniz. Bəzən hər şeyi düşünmək və ən xırda təfərrüatlara girmək üçün özünüzə fasilə vermək daha yaxşıdır. Şir bürcü. Vacib problemlərin həlli üçün gözəl gündür. Başqalarının öhdəsinə götürməyə cəsarət etmədiyi işlərin öhdəsindən gələ biləcəksiniz. Bir çox şirlər öz zəhməti, işgüzarlığı və intuisiyaları sayəsində təsir edici nəticələr əldə edəcəklər. Sövdələşmələr bağlamaq və müqavilələr imzalamaq üçün əlverişli zamandır. Çox faydalı əlaqələr qura biləcəksiniz. Artıq uzun müddətdir sizi narahat edən məsələləri rəhbərliklə müzakirə etməyin vaxtıdır. Yeni şeyləri öyrənmək asan olacaq və əldə etdiyiniz biliklər uzun müddət yaddaşınızda qalacaq. Günün sonuna yaxınlarınıza kömək etmək, ev işləri ilə məşğul olmaq üçün planlarınızı dəyişməli olacaqsınız. Qız bürcü. İçinizdə gizli istedadları kəşf etmək üçün yaxşı gündür. Tanış işlərə qeyri-ənənəvi yanaşma tapacaqsınız. Bir çox qız bürcü ən yaxşı tərəflərini göstərəcək və bu, rəhbərliyin diqqətindən yayınmayacaq. Daha çox uzatmadan qəbul etməyə dəyər perspektivli təkliflər ola bilər. Həmkarları və həmfikirləri ilə əməkdaşlıq ələ olacaq və birlikdə xüsusilə görkəmli nəticələr əldə edə biləcəksiniz. Günün sonuna qədər emosional vəziyyətinizə fikir verməlisiniz. Yaxınlarınızla ünsiyyətdə çox sərt və qətiyyətli olmamalısınız. Tərəzi bürcü. Qarşınızda çoxlu yaxşı fürsətlər açılacaq, onları əldən verməyəcəksiniz. Bir çox tərəzi qeyri-adi dərəcədə cəlbedici olacaq ki, bu da onlara həm işdə, həm də şəxsi həyatlarında kömək edəcək. Nüfuzlu insanlarla əlaqələr qurmaq asan olacaq. Biznes mühitində populyarlığınız artacaq və bu, karyeranıza və ya biznesinizin inkişafına çox gözəl təsir edəcək. Günün sonunda çətinliklərlə üzləşməli olacaqsınız. Axşam üçün bəzi planlar yenidən planlaşdırılmalı və ya tamamilə ləğv edilməlidir. Heç bir səbəb olmadan narahat ola bilərsiniz, ancaq sevilən bir insanın dəstəyi bunun öhdəsindən gəlməyə kömək edə bilər. Əqrəb bürcü. Heç bir çətinlik sizi çaşdırmayacaq. Optimist münasibət və şən ruh bütün çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
Əksər əqrəblər başqalarının qarşısında vaz keçəcəkləri vəziyyətlərə qeyri-adi həllər tapacaqlar. Faydalı əlaqələr qurmaq və işgüzar tərəfdaşlarla əlaqələri gücləndirmək üçün gözəl gündür. Əvvəllər münaqişə yaşadığınız insanlarla belə ümumi dil tapmaq asan olacaq. Ailə üzvləri işlərinizə qarışmağa cəhd edə bilərlər və bu təəccüblü müsbət nəticə verəcək. Axşam yaxınlarınızın əhatəsində sakit fəaliyyətlə keçməlidir. Oxatan bürcü. Səhər düşüncələrinizi toplamaq çətin olacaq. Oxatanların çoxu evdəki problemlərdən və ya şəxsi həyatlarındakı çətinliklərdən narahat olacaqlar. Bununla belə özünüzü bir yerə çəkə və müsbət ruh halına çox tez girə biləcəksiniz. Günə çətin işlərlə başlamamalısınız, ancaq adi rutin işinizin öhdəsindən adi haldan daha tez gələcəksiniz. Günün ortalarına doğru enerjiniz və qətiyyətiniz artacaq. Əvvəllər həmişə bir-birinizi anlamadığınız insanlarla əlaqə qura biləcəksiniz. Əməkdaşlıq son dərəcə məhsuldar olacaq. Oğlaq bürcü. Xüsusilə günün ilk yarısında emosiyalarınıza təslim olmamalısınız. Dürtüsel hərəkətlər yalnız səhvlərə səbəb ola bilməz, həm də nüfuzunuzu korlaya bilər. Bir çox oğlaq enerjisini düzgün istiqamətə yönəltməyə çalışmalıdır. Bu halda siz işinizdə yaxşı nəticələr əldə edə və bəzi vacib məsələləri yerindən çıxara biləcəksiniz. Tədricən güc və enerji artımı hiss edəcəksiniz, buna görə də bir çox ciddi işlərin öhdəsindən uğurla gələcəksiniz. İnsanları özünə cəlb etmək asan olacaq, ona görə də maraqlı insanlarla perspektivli tanışlıqlar gözləmək olar. Dolça bürcü. Ən çətin insanlara belə yanaşma tapa biləcəksiniz. Səmimiyyət və düzlük qeyri-müəyyənlikdən qaçmağa və hər şeydə tez razılığa gəlməyə kömək edəcək. Onlar güzəştə getməyə və sizə sərfəli əməkdaşlıq şərtlərini təklif etməyə hazır olacaqlar. Cazibədarlığınız bunda mühüm rol oynayacaq. Bir çox dolçalar kifayət qədər səy göstərsələr, gələcək uğurlarının təməlini qoya biləcəklər. İstər işgüzar, istərsə də şəxsi uzun müddətli və xarici səfərlər əlverişli olacaq. Axşam dostlar, qohumlar və ya sevilən insanla səmimi söhbətlər üçün idealdır. Balıqlar bürcü. Səhər yaxşı olacaq, ona görə də anı dəyərləndirin. Bir çox vacib problemləri həll edə biləcəksiniz. Bəzi hallarda yüksək intuisiya köməyə gələcək. Bir çox balıqlar pozulmuş əlaqələri bərpa edəcək və bu işdə çox faydalı olacaq. Xoş xəbərlər alacağınızı gözləmək olar. Cəsarətli təkliflər vermək üçün doğru zamandır, onlar təqdir ediləcək və tez bir zamanda həyata keçiriləcəkdir. Axşam çətin olacaq. Məişət problemləri sizə özlərini xatırladacaq və onların həllini uzun müddət təxirə salmamaq daha yaxşıdır. Yaxınlarınızla mübahisə etməməyə çalışın, o zaman aranızda yaxşı münasibətlər saxlaya biləcəksiniz.